Panik atakların baş verdiyi xəstəlik. Panik bozuntu. Orta yaş göstəricisi 25 yaşdır. Panik bozuntunun gedişində iki variant mövcuddur. Birincisi, qəflətən baş verən, yəni heç bir təkanla bağlı olmayan panik hücumlar, yəni panik ataklar. İkinci növ isə konkret bir şəraitlə əlaqəli olan panik hücumlar. Eyni bir xəstədə panik hücumlar bəzən ayda bir neçə dəfə ola bilər, təkrarlana bilər. Bəzən də aylarla olmayıb, sonradan təzədən meydana çıxa bilər. Bəzi hallarda vəziyyət o qədər şiddətlənir ki, xəstənin cəmiyyətdə sosial rolunun itirməsinə gətirib çıxarır. Belə xəstələr həkimin tövsiyələrinə baxmayaraq hesab eləyirlər ki, panik hücumlar onların həyatı üçün təhlükə yaradır. Buna görə